Salamlar dəyərli izləyicilərimiz. Bugün müasir həyatımızın gözlərimizə təsirindən danışacağıq. Belə ki, biz ətraf mühitdən informasiyanın 80%-dən çoxunu gözlərimiz vasitəsilə aldığımız üçün onların mütləq qeydinə qalmalıyıq. İlk növbədə sağlam həyat tərzi olduqca vacibdir. Yuxu, 8 saat yuxu gözlərimizin dincəlməsinə və göz fəaliyyətimizin artmasına gətirib çıxaracaq. Gün ərzində göz işi zamanı fasilələr vermək olduqca vacibdir. Xüsusilə yaxın məsafədə göz işiniz varsa, saatlarla telefonlar, kompüterlər, kitablar istifadə edirsinizsə, hər 30 dəqiqədən bir 5-7 dəqiqəyə qədər fasilə verməlisiniz. Fasilə zamanı gözümüzü yumuruq və yaxud da uzaq nöqtəyə tuşlayıb baxa bilərik ki, göz əzələmiz boşala bilsin. Daha sonra düzgün qidalama olduqca vacibdir. Gözlərimiz üçün tərkibində A və Y vitamini olan qidalar olduqca vacibdir. Bunlar kələm, kök, alma, bolqar bibəri və s. şəklində ola bilər. Və ən əsası gözlərimizin sağlam olması üçün onların vaxtı-vaxtında müayinəsi olunmalıdır. İlk növbədə yeni doğulmuşlarda 3 ayında, 6 ayında, 3 yaşında və 6 yaşında bizim rutin müayinələrimizdir. Görmə zəifliyi olan uşaqlar hər 6 aydan bir 18 yaşına qədər yoxlanmalıdır. 40 yaşından sonra isə gözlərimizdə fizioloji dəyişikliklər başladığı üçün hər il müayinə olunmalıdır. Bu və digər mövzularla videolarımıza davam edəcəyik.